3-cü sinif iş dəftərinin izahına baxırıq. Səhifə 33-ün izahına çıxma əməli minə qədər. Ədəd oxunda təsvir etməklə fərqi tap. 75-dən 22-ni çıxırıq. 75-i burada qeyd edirik. 22 çıxacaq. 10. Xəttimiz yaxşı olmadı. Deməli 10, 20 və 2. 1, 2. Neçə olur əziz şagirdlər? 53 olur. Burada ox işarəsi qoysaq daha doğru olar. 53. Daha sonra 82-dən 26 çıxırıq. 82-ni işarələyib 10, 20 və 6. 1, 2, 3, 4, 5, 6. 82-dən 26 çıxanda neçə qaldı? 56. İkinci tapşırığımıza baxırıq. Ədədləri onluq və təkliklərə ayırmaqla fərqi tap. Burada 50. Burada isə 6 olacaq. 5 onluq, 6 təklik. Burada 40. Burada isə 2 olacaq. 4 onluq, 2 təklik. Burada əvvəlcə onluqlar çıxırılır. 50 çıxaq. 40 edir neçə? 10. Daha sonra təkliklər çıxılır. Deməli 6 çıxaq 2. Neçə edir? 4. 10 üstə 4 gələndə 14. Cavabımız da olur neçə? 14. Ədədləri alt-alta yazmaqla fərqi tap. Yazacağıq 40 çıxaq 12. Deməli baxırıq. 0-dan 2 çıxmaq olmur. 4-dən 1 onluq alırıq. Bu 0-a veririk. Olur 10. 10-dan 2 çıxanda olur 8. Burada da qalır 3. 3-dən də 1, 2. Daha sonra 57 çıxaq 22. 7-dən 2 çıxanda 5 edir. 5-dən 2 çıxanda 3 edir. 81 çıxaq 6. 1-dən 6 çıxmaq olmur. 8-dən 1 onluq alıb bura veririk. Olur 11. 11-dən 6 çıxanda 5. Burada da qalır 7. Yazırıq 46 çıxaq 9. 6-dan 9 çıxmaq olmur. 4-dən 1 onluq götürüb 6-ya veririk. Olur 16. 16-dan 9 çıxanda 7. Burada da 3 qalır. Burada 80 çıxaq 60. 0-dan 0 çıxanda 0. 8-dən 6, 2. 50 çıxaq 19. 0-dan 9 çıxmaq olmur. 5-dən 1 onluq alıb 0-a veririk. Olur 10. 10-dan 9 çıxanda 1. Burada da qaldı 4. 4-dən 1 çıxanda 3. 71 çıxaq 33. 1-dən 3 çıxmaq olmur. 7-dən 1 onluq alırıq. 1-ə veririk. Olur 11. 11-dən 3 çıxanda 8. Burada qaldı 6. 6-dan da 3, 3. 52 çıxaq 16. 2-dən 6 çıxmaq olmur. 5-dən 1 onluq alırıq. 2-yə veririk. Olur 12. 12-dən 6 çıxanda 6. Burada qaldı 4. 4-dən də 1 çıxanda 3. Keçdik 4-cü tapşırığımıza. Ədəd üçlüyünü tamamla. Toplama və çıxmanın əlaqəsinə aid misallar yaz. Burada 36-nın üzərinə 25 gəlib bura yazacağıq. 6-nın üzərinə 5 gələndə 11. 1 yadda, 3-ün üzərinə 2, 5. 1 də yadda 6. Və burada bu ədəd üçlüyünə aid misallar yazırıq. Əvvəlcə yazırıq ki, 36 üzərinə gəlirik 25 olur 61 cəmimiz. Daha sonra 25-in üzərinə 36 gəlirik. Toplananların yerini dəyişirik. Ədəd üçlüyü, ədəd ailəsi yəqin ki yadınızdadır əziz şagirdlər.
Daha sonra 61'dən, yəni cəmdən çıxırıq birinci toplananı. Olur 25. Daha sonra cəmdən, indi isə çıxırıq ikinci toplananı. Cavabımız da hazırdır, 36. İkinci tapşırığa baxırıq. Burada cəm verilib, cəmimiz 90-dır və toplananlardan biri verilib. Bu bizim məhsul toplananımızdır. Tapmaq üçün nə edirik? 90-dan 68-i çıxırıq. Burada yazaraq da göstərə bilərik. 90 çıxaq 68. 10-dan 8 çıxmaq olmur. 9-dan bir onluq veririk. Olur 10. 10-dan 8, 0-dan 8 çıxmaq olmur. Daha doğrusu 9-dan bir onluq veririk. Olur 10. 10-dan 8 çıxanda 2. Burada qaldı 8. 8-dən də 6 çıxanda 2. Oldu neçə? 22. Və burada yazaraq göstəririk misallarımızı. 68-in üzərinə 22 gəlirik. Eləyir 90. Daha sonra 22'nin üzerine 68 gəlirik. Yine 90 edir. 90'dan çıxırıq 68'i. Olur 22. Daha sonra 90'dan çıxırıq 22'ni. Olur 68. Üçüncü tapşırığımıza baxırıq. Burada da toplananın biri yoxdur. Tapmaq üçün nə edirik? Cəmlə məlum toplananı çıxırıq əziz şagirdlər. 28'i. 6'dan 8 çıxmaq olmur. 7'dən bir onluq veririk. Olur 16. 16'dan 8 çıxanda 8 edir. Burada qaldı 6. 6'dan da 2 çıxanda 4. Cavabımız olur 48. Və misalımızı yazırıq. 48. Üzerine gəlirik 28. Cevabımız olur 76. 28'in üzerine 48 gəlirik. 8'i yaxşı yaza bilmədim. Yine 76 olur. Daha sonra 76'dan çıxırıq 48'i. Olur 28. Ve yine 76'dan çıxırıq 28'i. Olur 48. Növbəti misalımız yenə məhsul toplanandır. 81'dən çıxırıq 39'u. 11'dən 1'dən 9 çıxmaq olmur. 8'dən bir onluq veririk. 11'dən 9 çıxanda 2. 7'den 3 çıxanda 4. 42. Ve burada yazırıq. 42. Üzerine gəlirik 39. Cevabımız olur 81. Daha sonra 39'un üzerine 42 gəlirik. Yine 81 olur. Daha sonra 81'den çıxırıq 42'ni. Olur 39. Daha sonra 81'den çıxırıq 39'u. Olur 42. Və 5-ci tapşırığımız misalları həll et, cavabı toplama yaxud çıxma ilə yoxla. Yəni toplamanı çıxma ilə yoxlayacağıq, çıxmanı toplama ilə. 47'nin üzerine 35 gələndə, 7'nin üzerine 5 gələndə 12, 2 yazdıq. 1 yadda, 4'ün üzerine 3, 7, 1 də yadda 8. Oldu 82. İndi biz bunun yoxlamasını necə yazırıq? 82'dən çıxırıq 35'i. Görək 47 alınırmı? 2'dən 5 çıxmaq olmur. 8'dən bir onluq veririk. 12'dən 5 çıxanda 7. 7'də, burada 7 qalır. 7'dən də 3 çıxanda 4. 47. Doğru tapmışıq deməli. 64'ten 19 çıxırıq. 14'ten 9 çıxanda 5. Burada qaldı 5. 5'ten də 1 çıxanda 45. İndi yoxlamasını tapırıq. 45'in üzərinə 19 gəlirik ki, görək 64 olurmu? 5'in üzərinə 9 gələndə 14, 1 yadda, 4'ün üzərinə 5, 1 də yadda 6.
34'ün üzerine 39 gəlir. 4'ün üzerine 9 geldi 13. 1 yadda. 3'ün üzerine 3 6. Bir de yadda 7. İndi 73'ten çıxaq 34'ü. 13'ten 4 çıxanda 9 edir. Buradan bir onluq vermişik 6 qalıb. 6'dan da 3 çıxanda 3 edir. 39 doğrudur. 100'dən də 60 çıxanda 40 edir. İndi biz 40'ın üzərinə 60 gəlirik ki, görək 100 olurmu? 0'ın üzərinə 0 gələndə 0 edir. 4'ün üzərinə 6 gələndə 10 edir. Deməli, doğrudur. Keçirik 6-cı tapşırığımıza, məhsulu tap. Deməli, burada bizim qaydalarımız var. Nəyimiz yoxdur? Çıxılanımız. Çıxılanı tapmaq üçün nə edirik? Azalandan fərqi çıxırıq. Azalanımız 82'dir. Bu çıxılanı, bu fərqli. Çıxılanımız yoxdur. Çıxılanı tapmaq üçün azalandan fərqi çıxırıq. Bu qaydaları da bilsəz, əziz şagirdlər, sizin üçün bu misalların həllində rahat olur. 2'dən 5 çıxmaq olmur. 8'dən bir onluq veririk. 12'dən 5 çıxanda 7 edir. 7'dən 3 çıxanda 4. 47. Gəlirik burada. Burada məhsul toplananın tapılması qaydasıdır. Məhsul toplananı tapmaq üçün cəmdən məlum toplananı nə edirik? Çıxırıq. 0'dan 4 çıxmaq olmur. 10'dan 4 çıxanda 6. Burada qaldı 3. 3'dən də 1 çıxanda 2. 26. Burada da məhsul toplananın tapılması qaydasıdır. 75'dən 38'i çıxırıq. 5'dən 8 çıxmaq olmur. 7'dən bir onluq veririk. 15'dən 8 çıxanda 7. Burada qaldı 6. 6'dan da 3. 3. 37. Burada yenə çıxılanı tapırıq. 53'dən çıxırıq 19'u. 3'dən 9 çıxmaq olmur. 5'dən bir onluq veririk. 13'dən 9 çıxanda 4 edir. 4'dən də 1. 3 edir. 34. Və burada azalanın tapılması qaydasıdır. Azalanı tapanda isə fərqlə çıxılanı nə edirik? Toplayırıq əziz şagirdlər. 4'ün üzərinə 7 gələndə 11, 2'nin üzərinə 2 4, bir də yadda 5. Oldu neçə? 51. Və keçirik ikinci tapşırığımıza. İkinci tapşırığımıza keçməmişdən öncə bu hissələri silək, daha rahat görə bilmək üçün. Və ikinci tapşırığımıza baxırıq. Ədəd tərəzisidir və gözlərini birləşdirib boş dairələrə uyğun ədədləri yazmalıyıq. Və bildiyimiz kimi bu tərəfə nə olmalıdır? Bərabər olmalıdır. Və əvvəlcə biz bu tərəfin nə qədər olduğunu tapaq. 32'nin üzərinə gəlirik 49'u. 2'nin üzərinə 9 gələndə 11 edir. 1 yadda, 3'ün üzərinə 4 7, bir də yadda 8. 81. Bura 81'dirsə, əziz şagirdlər, burada 81 olmalıdır. Və biz bu boş xananı tapmaq üçün 81'dən 40'ı çıxırıq. 1'dən 0 çıxanda 1, 8'dən 4 çıxanda 4, 41. Deməli, bura neçədir? 41. Keçirik ikinci B tapşırığına. Burada da yenə bu tərəfi toplayacağıq. 33, üstə gəl 22, üstə gəl 17. Alt-alta da yaza bilərsiniz. Deməli, 33'ün üzərinə 22 gələndə 55 edir. 55'in üzərinə 17 gələndə 72 edir. Deməli, bu tərəfdə 72 olmalıdır. Və buranı tapmaq üçün 72'dən 22'ni çıxırıq. Edir neçə? 50. Bura olur neçə? 50. Və gəlirik C tapşırığına. Burada 44, 33. 44'ün üzərinə 33'ü gəlirik. Olur neçə? 77. Daha sonra isə bunlar ikisini toplayırıq. 12. Üzərinə gəlirik 39. 2 üzərinə 9, 11. 1 yadda, 1'in üzərinə 3, 4. Bir də yadda 5. 51.
Və bu boş qalanı tapmaq üçün 77-dən 51-i çıxırıq. Yazırıq burada. 77 çıxaq 51. 7-dən 1 çıxanda 6 eləyir və 7-dən 5 çıxanda 2 edir. 26. Keçirik 8-ci tapşırığımıza. Burada da tərəzidir. Gözlərini bərabərləşdirmək üçün neçə kub əlavə etmək yaxud götürmək lazımdır. Əvvəlcə sayaq, çox olan tərəfi sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10, 20, 30, 1, 2, 3, 4, 5, 6, 7. Burada 37'dir. Burada isə 10, bu da 4, 14'dür. Deməli, neçə kub əlavə etmək? Bura 14-dürsə və 37-dirsə, neçə kub əlavə etmək lazımdır? 23 kub. Və yaxud da 37-nin üzərindən neçə götürmək lazımdır? 23 götürmək lazımdır ki, bərabər olsun, 14 olsun. Keçirik B tapşırığına, ikinciyə. 10, 20, 30, 40. 1, 2, 3, 4, 5, 6, 7. Burada 47'dir, burada isə 23'dür. Deməli, biz 47-dən neçəsini götürməliyik? Tapmaq üçün nə edirik? 23'ü çıxırıq, 7-dən 3 çıxanda 4, 4-dən 2, 2. Ya 24'ünü götürməliyik 47'dən və yaxud da 23'ün üzərinə 24 dənə kub nə eləməliyik? Əlavə eləməliyik. Burada baxırıq. 1, 2, 3, 4, 5. 5 onluqdur, yəni 50 kub var. Burada isə 13. Deməli, burada 13'ün üzərinə neçə gəlməliyik? 37 gəlməliyik. Olmalıdır 50. Və yaxud da ki 50-dən 13'ü çıxmalıyıq. Yox, 37-ni çıxmalıyıq. Və yaxud da ki 50-dən 37-ni çıxmalıyıq ki, hər tərəfdə nə olsun? Bərabər olsun. 9-cu tapşırığa baxırıq. Bir binada 54, digərində isə bundan 8 ədəd az mənzil var. İkinci binada neçə mənzil var? Birincidə 54'dür. İkincidə bundan 8 dənə azdır. Nə edirik? 54'dən 8'i çıxırıq. Neçə mənzil oldu? 46. Məsələyə aid elə sual yaz ki, cavab 54 üstə gələk, 54 çıxaq 8 ifadəsinin qiymətini hesablamaqla tapılsın. Bu misala baxanda görürük ki, əziz şagirdlər, burada birinci binada olan 54 var və ikinci binada bu qədərdir, yəni 46'dır. Birinci ilə ikincini toplayıb, ona görə biz burada yaza bilərik ki, birinci və ikinci binada cəmi neçə mənzil var? Onun da cavabı neçə olar? 54'ün üzərinə 46'nı gəlirik. Olur neçə? 100. Deməli, iki binada birlikdə neçə mənzil var? 100 mənzil var, əziz şagirdlər. Və 3 rəqəmli ədədlərin çıxılması. Kublar üzərində təsvir etməklə və alt-alta yazmaqla fərqi tap. Deməli, 668 çıxaq 125 yazırıq. 668 çıxaq 125. Burada kublar üzərində necə təsvir edə bilərik? Bir 100'ün üstündən xətt çəkirik. 2 dənə onluğun və 5 dənə də təkliyin. 8'dən 5 çıxanda 3, 6'dan 2 çıxanda 4, 6'dan 1 çıxanda 5. Burada 457 çıxaq 241. 7'dən 1 çıxanda 6, 5'dən 4 çıxanda 1, 4'dən 2 çıxanda 2. Və kublar üzərində göstərəndə
2 kubun 2 yüzlüğün üzerinden kaç çekeceğiz? 4 onluğun 1, 2, 3, bu da 4 ve 1 tekleyin. Burada 335 çıxaq 112. 5'ten 2 çıxanda 3 edir. 3'ten 1 çıxanda 2 edir və 3'ten 1 çıxanda 2 edir. Burada da eyni şəkildə göstərə bilərik. Fərqi tap. 0'dan 0 çıxanda 0. Yenə 0. 5'ten 3 çıxanda 2. Burada da 0'dan 0 çıxanda 0. 2'den 1 çıxanda 1. 7'den 1 çıxanda 6. 9'dan 2 çıxanda 7. 6'dan 4 çıxanda 2 və 2'ni düşürürük. 6'dan 3 çıxanda 3. 4'ten 0 çıxanda 4. 6'dan 4 çıxanda 2. 5'ten 4 çıxanda 1. 5'i düşürürük və 8'i düşürürük. 7'den 5 çıxanda 2. 8'den 5 çıxanda 3 və bu 5'i düşürürük. 5'ten 1 çıxanda 4. 0. 6'dan 2 çıxanda 4. 3'ten 3 çıxanda 0. 4'ten 2 çıxanda 2. 8'den 4 çıxanda 4. 5'ten 4 çıxanda 1. 9'dan 0 çıxanda 9. 1'den 1 çıxanda 0 edir. Onu yazmağa ehtiyac yoxdur. 9'dan 5 çıxanda 4 edir. 0'ı düşürürük və 7'ni düşürürük. 6'dan 1 çıxanda 5 edir. 5'ten 3 çıxanda 2 edir və 3'ü düşürürük. 7'den 3 çıxanda 4. 4'ten 4 çıxanda 0. 9'dan 4 çıxanda 5. 8'den 3 çıxanda 5. 7'den 3 çıxanda 4. 5'ten 2 çıxanda 3. 4'ten 2 çıxanda 2. 6'dan 2 çıxanda 4. 4'ten 1 çıxanda 3. Boş xanalara uyğun ədədləri qeyd et. Təsvirə əsasən çıxma məlinə aid misal yaz. Burada 815'dən neçə çıxıb? Baxırıq. 815 çıxaq. 100, 200, 300, 310, 314. Çıxaq 314 bərabərdir. Burada olur 715. Burada olur 615. Burada olur 515. Burada olur 505. 10 çıxıb və 501 qalır. Ondan da 4 çıxanda 501. Cavabımız olur 501. Gəldik bu tərəfə. Burada 457'dən çıxaq 100, 110, 120, 130, 132. 132 bərabərdir. Burada qalır 357. Bundan da 10 çıxırıq 327. Ondan da 10 çıxanda 317. Ondan da 10 çıxanda eləyir 307. Ondan da 2 çıxanda 305. Cavabımız olur 305. Bir dəqiqə əziz şagirdlər, burada bu hissəni düz qeyd eləmədik. Bir dəqiqə. Burada 450'dən 100 çıxanda oldu 357. 357'dən 10 çıxanda 347. Daha sonra 337. Sonra 327. 327'dən də 2 çıxanda 325. Cavabımız olur 325. Burada nəyi sildim? 3 sildim. Dördüncü tapşırığa keçirik. Ədədləri açıq şəkildə yaz. Uyğun mərtəbə qiymətlərini çıxmaqla fərqi tap. Burada olur 300. Burada olur 20. Burada olur 9. Burada olur 200. Burada olur 10. Burada olur 6. Yüzlükləri çıxırıq. 300'dən 200'ü çıxırıq. Cavabımız olur 100.
Onluqları çıxırıq. 20-dən 10 çıxırıq. Cavabımız olur 10. Və təklikləri çıxırıq. 9-dan 6-nı çıxırıq. Cavabımız olur 3. 113, 113. Cavabımız olur 113. Və misalları həll et. 344-dən 210 çıxırıq. 4-dən 0 çıxanda 4, 4-dən 1 çıxanda 3, 3-dən 2, 1. 3-dən 3 çıxanda 0, təklikdən təkliyi çıxırıq. Onluqdan onluğu, yüzlükdən yüzlüyü. 8-dən 2 çıxanda 6, 6-dan 1 çıxanda 5, 5-dən 3 çıxanda 2. Burada olur 111. Burada olur 0, 4, 6. 9-dan 7 çıxanda 2 eləyir, 4-dən 4 çıxanda 0 eləyir, 5-dən 1 çıxanda 4 eləyir. 5-dən 3 çıxanda 2 eləyir, 5-dən 2 çıxanda 3 eləyir, 6-dan 3 çıxanda 3 eləyir. 2-dən 2 çıxanda 0 eləyir, 3-dən 2 çıxanda 1, 9-da olduğu kimi yazırıq. Elxan 240 səhifəlik kitabın 130 səhifəsini oxudu. O, kitabı oxuyub tamamlamaq üçün daha neçə səhifə oxumalıdır? Kitabın 240 səhifəsi var və bundan 130-unu oxuyur. Nə etməliyik əziz şagirdlər? Oxuduqlarımı çıxaram ki, görək yerdə nə qədər oxumadığım kitab səhifə qalıb. 110 səhifə qalıb. 2 ədədin cəmi 568-ə bərabərdir. Ədədlərdən biri 218-dən 25 vahid böyük ədəddir. O bir ədəd neçədir? Deməli, bizim 2 ədədimiz var. Belə qoy göstərək. Və bilmirik neçədir. Bunların cəmi 568-dir. Və bu ədədlərdən biri 218-dən 25 vahid kiçikdir. Böyükdür. 218-dən böyük deyirsə, nə edirik? Üzərinə gəlirik. 8-in üzərinə 5 gələndə 13, 1 yadda, 1-in üzərinə 2, 3, 1 də yadda 4, 2-ni də düşürürük. 243. Deməli, ədədimizin biri neçədir? 243-dür. Növbəti ədədimizin bir toplananımızın birini tapdıq və cəmimiz də var. Bu toplananı tapmaq üçün nə edirik? Cəmdən məlum toplananı təbii ki çıxırıq. 568 çıxaq 243. 8-dən 3 çıxanda 5, 6-dan 4 çıxanda 2, 5-dən 2, 3. 325. Lalənin muncuqlarının sayı ən kiçik 3 rəqəmli ədədə bərabərdir. Aynurun muncuqları Lalənin muncuqlarından 320 ədəd çoxdur. Burada deyir ki, Lalənin muncuqlarının sayı ən kiçik 3 rəqəmli ədəd. Lalə, ən kiçik 3 rəqəmli ədəd neçədir əziz şagirdlər? 100. Aynurun muncuqlarının sayı Lalənin muncuqlarından 320 ədəd çoxdur. Aynurun muncuğunun sayı bundan 320 ədəd çoxdur. Yəni 100-ün üzərinə gəlirik 320-ni neçə eləyir? 420. Deməli, Aynurun 420 muncuğu var. Səbinənin muncuqları Aynurun muncuqlarından 120 ədəd azdır. Bundan 120 ədəd az da Səbinənindir. Nə edirik? 420-dən çıxırıq neçəni? 120-ni. Olur neçə? 300. Deməli, Səbinənin də 300 muncuğu var. Yeni parkda əkilən ağacların sayı diaqramda təsvir olunub. Diaqrama əsasən suallara cavab ver. Burada görürük, eydəni sarı, şamı yaşıl, küknar göy, sərf çəhrayı rənglə göstərilib və ağacların sayı da burada göstərilib. Bir dama 50 ağac deməkdir. Şam ağacları eydi ağaclarından nə qədər çoxdur? Şam ağacı baxırıq ki, bura qədərdir. 250 şam ağacı var. İydi ağacı isə 150-dir. Nə qədər çox olduğunu tapmaq üçün nə edirik? 250-dən 150-ni çıxıram. Olur neçə? 100. Deməli, 100 ədəd çoxdur. Küknar ağacları sərv ağaclarından nə qədər azdır? Küknar ağacı 200-dür, sərv ağacı da 350-dir. Tapmaq üçün nə edirəm? 350-dən 200-ü çıxıram. 150. Və parkda cəmi neçə ağac əkdilər və hamısını tapmaq üçün bunların hamısını nə edəcəm?
toplayacağım təbii ki. Biz başdan başlayaq. İğdə ilə, əvvəlcə iğdə ilə şamı toplayaq. İğdə 150-dir, şam 250-dir. 150-nin üzərinə gəlirəm 250-ni, elə burada gələk. Edir neçə? 400. Daha sonra 400-ün də üzərinə bu 200-ü küknarı gəlirəm. 400-ün üzərinə 200 gəlirəm, küknar olur 600. Və sərf 350, 10 üzərinə 350 gəlirəm. Olur neçə? 950. Deməli, cəmi neçə ağac əkilib? 950 ağac əkilib. Belə əziz şagirdlər, növbəti səhifələrin izahında görüşərək. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Sağ olun.